haqq qazandırım. Plus mu doldurum? Burada arxadan taxtın üstündə suka görüntü var yani. Amma yaz bir yerə. Bu ayrıntı niyə verirəm bilmirəm. Herkese salam, kanalıma hoş geldiniz. Ben Zəhra. Bugün sizlerle birlikte ve yine burada arxadan taxtın üstündə sumka görürsünüz. Bəli, mənim sumkamdır. İndi gəlmişəm hazırlıqdan və hazırlıqdan gələn kimi oturdum. Artıq dedim ki, bu söhbət ciddiləşəcək. Mən qəşəng bir vlog çəkim. Bunu da biraz bu tərəfə verim pərdəni. Deməli, vlog çəkim deyəndə yenə bir məsləhət videosu. Bu məsləhət videosundan sonra artıq bir dərs vlogu çəkəcəm. Stolumuz gördüyünüz kimi yoxdur və normal bir yerdə dərs eləyə bilmirəm. Çünki qonşumuzda bir yığıncaq var və stolumuzu ora aparıblar. Ona görə bu ayrıntı niyə verirəm bilmirəm. Videomu bəyənməyi, kanalıma abunə olmağı və videoma yorum yazmağı da unutmayın. Əgər unutsanız da heç nə olmaz. Əsas odur bu videonu izləyirsiniz. Sizlə dəyərli heç nə ola bilməz. Deməli, biraz 11'lerin bu imtahanından danışmaq istəyirəm. 11'lerin ikinci imtahanı dəhşətli. Yəni belə məncə haqsız davranıldı ikinci 11'lerin imtahanında. Haqsız davranıldığı yer isə məncə riyaziyyat oldu. Riyaziyyat həqiqətən də məncə bir çox düzdür insan dedi ki, indi yox asan salırlar falan, amma məncə 3-cü qruplar üçün, İPOS-dakı riyaziyyata heç başa düşə bilməyənlər üçün o dəhşətli çətin idi və o uşaqların içindən birində mən də varam ki, mənə də çətin gəldi riyaziyyat. Birinci imtahanın riyaziyyatının sualları, ikinci imtahanın riyaziyyatının suallarından daha asan idi. Amma mənim qarşıma belə videolar falan çıxdı. Uşaqlar yaxşı yazıblar yəni. Pis yazmayıblar məncə. Məsələn, qısa lentli videolar çıxırdı ki, bu 30'da 30 yazdı, müəllimlər uşaqların videolarını yoxlayırdı. İnşallah bütün 11'lər çox yaxşı yazar imtahanında videolar. İmtahanında A few moments later. Hədə imtahanını çox yaxşı yazır. 2 saat nə düşünürəm. Hə. Deməli, bu son 2 videomda bilirsiniz ki, bundan əvvəlki videom, bir də ki, ondan əvvəlki videomda var idi. Onun altına bir də gördüm yorumlar gəlir və həqiqətən də o qədər gözəl yorumlar, şərhlər yazırsınız. Çox xoşbəxt oluram və dəhşətli motivasiyaya gəlirəm və getdikcə sizə daha çox bağlanıram. Məni bu qədər özünüzə bağlamayın. Və çox gözəl videolar və məsləhət də istəyirsiniz məndən. Ən çox da məsləhət yazanlar 9 və 8-ci siniflər olur. Deməli, mən artıq oradan seçdiyim sualların çox sual seçə bilmədim. Həqiqətən çünki var idi, çox sual var idi. Çox sual yox idi əslində. Yəni, çoxu idi. Çox qəşəng videolar çəkirsən, kanalın inşallah tez bir zamanda böyüyər. Bu xoş şərhlərə görə, bu gözəl şərhlərə görə də hər birinizə ayrı-ayrılıqda həqiqətən də təşəkkürlərimi bildirirəm. Yaxşı ki varsınız, yaxşı ki mən bu səhifəni açdım və sizi tanıdım, siz də məni tanıdınız. Və mən bu kanalı açanda həqiqətən böyük bir tərəddüdlə açırdım ki, yəni birdən elə olmasam, birdən olmazsa falan yəni. Düzdür, indi kanalı açandan bəri sadəcə 2 dəfə mənə belə linç formasında biraz pis yorum gəlib, amma mən hər ikisini normal bir dillə cavablamışam. Asla pis bir söz deyərək qədlərini qırmamağa çalışmışam. Nəysə, o zaman bu videonu uzatmadan şübhəli 3 dəqiqə artıq uzatdım videonu. Uzatmadan videomuza keçək. Sizi çox sevirəm Allah. Bir gün var ha, böyüyəcək, bu kanal böyüyəcək, mən burada deyirəm. Və bir gün mən takipçilərimdən görüş elan edəcəm. Görəcəksiniz. Eləyəcəm. Bunu yapacağım, evet. Bir gün bu kanalda alınacaq. Üniversitede qəbul oldum videosu. İnşallah. O zaman birinci sualdan ümumi cinsi üçün 8 dənə sual seçmişəm. O zaman gəlin ən birinci sualdan başlayaq. O sırada 8-dən bloka gedən mən. Də indidən sınavlara gedib özünü yüksəlmək çox gözəl bir şeydir. Düzdür, deyəcəksiniz ki, Zəhra keçən videomda dedin ki, nədir bu bəs çox eləməyin, hazırlıqlara zaman, yəni 8-dən özünüzü yormayın zat. Amma mən demirəm hazırlıqlara, sınava getməyin. Mən deyirəm sınava gedin, özünüzü yoxlayın. Çünki 9'da elə olacaq ki, 9'da ancaq hazırlıqlara gedəcəksiniz, gecə gündüz dərs oxuyacaqsınız. Yəni düzdür, olacaq vaxtınız, amma nadir hallarda olacaq ki, siz sınava gedə biləsiniz. Ona görə 8-də sınava gedin ki, indidən artıq o bazanı qurub yığa biləsiniz. İndi digər şərhimizi oxuyaq. Salam Zəhra.
Mən tarixə gedəcəm yayda. Azərbaycan dili, riyaziyyat, ingilis dili yaxşıdır. 4 fəndə gedəcəm məşğələyə. Tarixə getmək istəyirəm. Gedim səncə? Mənim 3 fəndim də Azərbaycan dilimin bazamı yığmışam. İngilis dilindən də yığmışam. Sınaqlara getmişəm. İndi 7-yəm, yaydan 8 olacaq. Öncə həqiqətən də videomu izlədiyin və mənə məsləhət aldığın, öz fikirlərimi mənimlə bölüşdüyün üçün səmimi qəlbdən sənə təşəkkürlərimi bildirirəm. Əlbəttə ki, bax, Azərbaycan və ingilis dilində baza yığmaq çox gözəl bir şeydir. Şükür, yəni Allaha, amma hələ sən 7-sən də, düzdür, gələn illərə 8 olacaqsan ki, plus 8-dən də. Mən sizə digər videomda da hələ demişdim ki, 9-cu sinif buraxılış imtahanında. İndidən gedib, hələ mən onu 9-lara demişdim ki, blok fənlərinə getməyin hazırlıqlara. 7-dən 8-dən hazırlıqlara gedib əsla və əsla özünüzü yormayın. Çünki 9, 10, 11 bu 3 il var, 3 il sizi elə yoracaq ki, ya o universiteti belə, universitetin birinci kursunu məncə necə bitirəcəyik onu belə bilmirik. Mən hələ indi 10-cu sinifin axırlarındayam. Bir neçə aydan sonra 11-ə keçəcəm. O qədər yorğunam ki, 11-i necə gedəcəm onu belə bilmirəm də. Yəni o arada qalan o 1 ay çox yaxşı dəyərləndirməyə indidən çalışıram ki, o 1 ay elə dəyərləndirim ki, 11-də yenidən full enerji ilə gedim. 7-dən 8-dən özünüzü yormayın. Məktəbə gedin, məktəbdən gəlin. Bəzən sınaqlara gedin, özünüzü yoxlayın, bəli. Amma hazırlıqlara getməyin. Yəni bilirsiniz necə? Summativdə belə gedə bilərsiniz ki, summativdə çox zəif yazırsınız da, yəni dəhşətli zəif yazırsınız. Necə deyim? Belə full ikilik, üçlüyü yazırsınız da, yəni. Onda məsəl üçün bir neçə ay o da, yəni 9 ay, 10 ay durub getməyin. Durub, gedib, həqiqətən də 9 ay, 10 ay, 8-dən, 7-dən hazırlığa getmək çox belə şeydir, yəni. Çünki mən özüm də 8-dən getmişəm. Bir saat burada çox da məzəllət verim, gedin, hazırda mənim özüm üstsüz kimi getmək. Mən niyə getmişəm? Mən birincisi anamın məcburiyyəti ilə getdim. Səbəbi, mən cümləm gəldi. Mən çünki 8-də həqiqətən sizin kimi idim. Riyaziyyatdan 3-lü idim əməlli başda. Mənə dedi ki, gəl sonrası 4-5 ay səni riyaziyyatdan hazırlığa qoyun ki, bazaya özün üçün və o summativi yaxşı yaza biləsən. Mən də məcburiyyət qarşısında mən istəmirdim 8-dən 7-dən hazırlığa getmək ki, çünki bilirdim 9, 10, 11 yorulacam da. İndidən hazırlığa getsəz özdə, indiki enerjinizi söndürəcək. Yəni enerji, yəni çox yorulacaqsınız həqiqətən, həm zehni olaraq, həm fiziki cəhətdən olaraq, həm ruhən olaraq dəhşətli yorulacaqsınız. 9, 10, 11-də nə dərsinizə ayırmağa halınız qalacaq, nə hazırlıqlara getməyə halınız qalacaq, nə sınaqlara getməyə. Ona görə mən deyirəm ki, bütün enerjinizi, bütün həvəsinizi saxlayın 9, 10, 11-ə. Mən sənə buradan deyirəm ki, 8-də getmə. 8-də otur dincəl, otur məktəbə get, əylən. Dərslərə zaman ayır istədiyin qədər. Amma 9, 10, 11, onsuz sən başını qaldıra bilməyəcəksən o dərslərdən. Gecələrin yuxusuz keçəcək. Onu özümü yormayım həqiqətən də. Salam. Kanalınızı yeni kəşf etdim. Superdir. Çox sağ olun. Mən 8-ci sinif 4-cü qrupam. 9-cu imtahan üçün indidən nə etməliyəm səncə? Siz belə nəticə toplamaq üçün sadəcə 9-da hazırlığa gedib oxumusunuz, yoxsa 8-dən? Zəhmət olmasa 8-ləri tövsiyə versəniz, sevinirəm. Kanalınıza abunə olun. Sizə təşəkkür eləyirəm həqiqətən də. Videomu bəyəndiyiniz, məndən məsləhət aldığınız üçün çox təşəkkür eləyirəm. Həqiqətən hər birinizə ayrı-ayrılıqda yenə də deyirəm ki, təşəkkür eləyirəm ki, yaxşı ki varsınız. Deməli, birincisi 8-ci sinifdə 4-cü qrupsan. 4-cü qrup biraz riskli bir qrupdur ki, 3 ilə 4 mənim üçün riskli bir qrupdur. 4 hətta ultra mega ekstra zəka insanların məncə gedəcəyi bir qrup olmalıdır. Çünki həm 7 fəndən hazırlığa getməlisən, həm də ki, necə deyim, daha çox çalışmalısan, daha əzmlə çalışmalısan. Deməli, 9-cu imtahan, bu il 8 səndə düzdür, gələn 9 olacaq. Yay tətilində otur. Azərbaycan dili, ingilis dili və riyaziyyat üçün zaman ayır özün üçün.
Onları bir-bir başda dərslərini oxumağa, hər bir bölmə üçün testlər işlə. Yəni gündə sənin üçün deyim, hərəsinə 2 saat, 2 saat, yəni gündə 6 saat dərsə vaxt ayırmaq məncə 24 saat içərisində heç nə bir şeydir. Yəni o da yəni dalbadal oturub yazmaya, özünə dincələ. Onsuz da zamanın boldur, sən elə 9-a indi keçirsən o yay tətilində. Nə bilim, onsuz da yəni zamanı boldur, rahat elə. 9-da da hələ hazırlığa gedəcəksən. Hələ sən kollecə vermirsənsə 9-un imtahanı vacib deyil, sadəcə özü yoxlayırsan onsuz da. Amma yenə də ciddi yanaş, məsuliyyətli ol. Mən sənə demirəm, ha, şey eləmə, oxuyub eləməsən can, sonra nəsə olar. Allah eləməsin, yaxşı yazacaqsan. Sənə inanıram, əzmdən çalış. Qürur duyuram sizinlə. Həqiqətən də yaxşı yazacaqsan. Get yaz. Gələn il bu videonun altına səni gözləyirəm. Gəlib bu videonun altına yaz ki, Zəhra 250 plus yazdım. Mən sənə bu videonu, bunu gözləyirəm. Çünki mən sənə burada məsləhətlər verirəm. Nəticə toplamaq üçün, belə nəticə toplamaq üçün 8-dən bayaq da dediyim kimi sadəcə 4 ay ya da 5 ay riyaziyyata getdim. O da ki, summativlərimi bərbad yazırdım riyaziyyatdan. Digərlərini həqiqətən 85, 95, 90, nə bilim, ən pisini bəlkə də 80, 75 yazmışam. Amma riyaziyyatdan üçlük belə yazmışam o dərəcədə. Yəni bərbad yazırdım və axırda dedim ki, bəsdir artıq. Gedim bir sonrası. Ondan sonra biraz dirçəldim. Amma yenə də özümü çox yormamaq üçün sadəcə 4-5 ay getdim, gəldim. Yəni belə. Təşəkkür edirəm kanalıma da abunə olduğun üçün. Əzizim, səni öpürəm və bol-bol uğurlar arzulayıram sənə. Get dediyim kimi yaz o imtahanı. 4-cü sualımız. Riyaziyyatı daha rahat necə edə bilərik? Zəhra, help me. Son. İngilis dili və az dilini 95 plus yazıram. Riyaziyyat evimi yıxır. Bax, sənə bilmirəm sənə burada necə haqq qazandırım. O dərəcə. Belə plus mu göstərim? Nə edeyim? Bu smaliklərdən bura yekə plus mu doldurum? O qədər haqlısan ki, eynisini yaşayıram. Eynisini. Daha doğrusu yaşayırdım. Artıq yaşamıram. Götürürsən bir dənə dəftər. Yekə, balaca, fərq eləmir. Ürəyin sənə necə rahatdır, götür onu. İstərsən lap belə A4 vərəqinə, istərsən belə lap divara yaz. Amma yaz bir yerə. Deməli, götürdüm, başladım natural ədədlərdən. Başladım. Mənim ləhcəm ortaya giriş eləyir biraz. Siz boş verin oraları. Götür bir dənə dəftəri, natural ədədlərdən lap baş mövzudan başla riyaziyyata. Bu tək riyaziyyata aid deyil bu arada. Hansı fəndən zəifsizsə ona da aiddir. Götür başla o, lap başdan. Yaz. Birinci amma qaydanı oxu. Yaz. Gördün harda səhvin çıxıb və yaxud da başa düşmürsən. Götür izah videosunu aç qoy qabağına ya da əgər hazırlığa gedirsənsə müəllimə onu işarə elə, müəllimə göstər. Müəllimə sənə izah eləsin. O qayda, o dəftər, nə qayda dəftər olsun, nə çalışma dəftər olsun, sənin səhv elədiyin və sadəcə çaşdığın, başa düşə bilmədiyin misalların dəftəri olsun. Sonra o misalları köçürdürsən o dəftərə bir-bir şərti ilə, həlli ilə köçürt o dəftərə. Başa düşdün? Daha sonra o natural ədədləri, bu arada sadəcə məsəl üçün dimdən işləmədə, güvəndən işlə, MHM-dən işlə, dimdən işlə, nə bilim, şeydən işlə, OTK 20 sınaq var, 20 sınaq. Ondan işlə, Namazovdan məsəl üçün açıq tipli suallardan işləyə bilərsən. Hə, girdin oradan işlədin. Yəni dediyim kimi, sonra o sual sənin qarşına çıxacaq onsuz da hər zaman. O sual sənin qarşına çıxanda aç o sınaq dəftərini və bu arada gündə çalış o sınaq, yəni o yazı dəftərini bir dəfə bax. Ona baxırsan, onların hamısı sənin bir-bir yadına düşür. Yadına düşəndən sonra artıq sənə avtomatik olaraq yüklənir ki, ha, bax bu belə olmuşdu, müəllimə bunu belə izah eləmişdi. Yəni bu belə çıxacağıq, bunu belə toplayacağıq. Bu tək natural ədədlərə aid deyil təbii ki, nə və yaxud da riyaziyyata aid deyil. Hər mövzuya, hər fənnə aiddir. Belə eləyirsən, ondan sonra da o sənin avtomatik olaraq yadında qalacaq, riyaziyyatda çox qəşəng başa düşəcəksən. Hə, yox deyirsən ki, mən riyaziyyat yadımdan çox tez-tez çıxır. Yəni son çarə Pomodoro ya da Pomodoro deyəsən deyirlər də. Hə, mən onu heç bir zaman deyə bilməmişəm. Burada linçləməyə xahiş edirəm. Pomodoro'nu deyə bilməm. Pomodoro'nu götürürsən 25 dəqiqə dərs, 5 dəqiqə mola. Yəni yarım saat. 25 dəqiqə dərs, 5 dəqiqə mola. Məsəl üçün 25 dəqiqə qaydamı oxudum, 5 dəqiqə dincəldim, 25 dəqiqə bu qədər test yazdım. Yəni test yazırsan 25 dəqiqə bitdi, 5 dəqiqə mola verirsən, 25 dəqiqə yoxluyursan, səhvləri köçürdürsən, 5 dəqiqə mola verirsən və həqiqətən də görəcəksən ki, maraqlıdır. Mən də o formada öyrəndim riyaziyyatı. Bunu da mənə müəlliməm tövsiyə eləyib onsuz da.
Yəni belə. Amma mən də sənin vəziyyətindəyim. Həqiqətən də çox güman bəlkə də 3-cü qrup olmaq istəyirsən. Yəni belədirsə əgər riyaziyyat evi yığırsa, həqiqətən 3-cü qrupa ver brat. Mən sənə bu məsləhəti görürəm, bunu da görürəm, bu məsləhəti görürəm. İmtahanım aprelin 13-üdür. Bu arada dəftərə hamısını köçürtmüşəm. İmtahanım aprelin 13-üdür. Mən 200 yığmaq istəyirəm. Amma riyaziyyatım çox zəifdir. Allahım, bu uşaqların riyaziyyatdan çəkdiyi nədir? Haçan bu riyaziyyatı bitəcək? Riyaziyyatım çox zəifdir. Sentyabrdan başlamışam hazırlığa. Çox qorxuram. Az yığaram deyə. Kanalın çox gözəldir. Belə videolar davamlı çək, sevilirsən. İnan ki, sən də çox sevilirsən. Səni buradan çox-çoxlu öpürəm. Şərhimə görə, bəyənməyivə görə, kanalıma abunə olmuşsansa, ona görə də çox təşəkkür edirəm. Olmamısan da canı sağ olsun. Heç nə sənə dəyərli ola bilməz. Aprelin 13-ü bu arada mənim qohumum da imtahan verir. Aprelin 13-ü 27-si, bir də o birisi də bilmirəm neçənci olmalıdır. Belə sadəcə imtahan tarixləri 13-ün 27-sini bilirəm. Deməli, sənə deyim, riyaziyyatın çox zəifdir də, düzdür. Sentyabrdan başlamısan deyirsən, çox qorxuram. Birincisi qorxma. İnsan qorxularının üstünə getməlidir. Çünki yəni mən də qorxurdum da, məsələn 9-da ki, ay da mənim 9-da siz riyaziyyatımı görsəydiniz də, mən hipotenuzdan kateti yerini tapa belə bilmirdim. Ha, düşünün o dərəcədə idi. O hipotenuzdan katetin yerini bilməyə mən getdim 9 imtahanımı verdim şükür Allaha. Baxın, əzizim, qorxmayın həqiqətən də. Heç qorxulu deyil. 9-un imtahanı asandır. Prosta deyirlər, bu il çətin zat salacaqlar eləyəcəklər. İnanmıyorum, 11-lərə də məsəl üçün deyirlər ki, çətin salacaqlar, amma salmırlar, rahat saldı. Sizə də rahat salacaqlar. Riyaziyyatı dediyim kimi, əzizim, bax, bundan əvvəlki zaten saniyələrdə, dəqiqələrdə də dedim ki, dəftər tutursan, başa düşmədiklərimi ora yazırsan, səhvlərimi də ora yazırsan, sonra artıq tez-tez o dəftərə baxırsan, səhvlərin də başa düşmədiklərini də yadına düşür, izahlara da baxa bilərsən və eyni kitabdan əsla işləməm. Fərqli kitablardan işlə. Dediyim kimi 25 dəqiqə 5 dəqiqə, 25 dəqiqə 5 dəqiqə Pomodoro üsulundan istifadə eləyərək daha rahat öyrənə bilərsən riyaziyyatı. Çünki yəni digər fənləri Azərbaycan ingilis dilindən də düşünürəm ki, yaxşısan. 200 yığmaq istəyirsən, İnşallah sənə inanıram, sənə güvənirəm, yığacaqsan da zaten o balı. 200 nə deyir? Sən hətta mən inanıram ki, 250 yığacaqsan. Mənim fikrimcə yığacaqsan həqiqətən də. 250 yazacaqsan və o imtahanı verəndən, o cavablar çıxandan sonra şəxsən sən gəlirsən, elə bu videonun altına yazırsan ki, Zəhra mən 250 plus topladım. Toplasın da 250 plusu yazırsan, mən burada fərq eləmirsən. 6. Həqiqətən çox faydalı videodur. Çox qəşəng danışırsan. 13 aprel mənim imtahanımdır. Hədəfim 270 keçməkdir. Elə də olacaq, amin. Xoş sözün üçün təşəkkür edirəm. Özü çox bol-bol. Sən də buradan çoxlu öpürəm. İnşallah dedim 270 keçmək istəyirəm. İnşallah o 270-i nədir? Gördüm hətta bəlkə sən 310 balla, 350 balla gəlmisən. Ki Zəhra mən orada özümdən bir iki sual kəşf elədim. İmtahan orada bir iki sual əlavə elədim falan deyə bilərsən. Onu belə gözləyirəm səndən artıq. Sözü belə toplayacaqsan ki, eləyə bilərsən. Hər biriniz eləyə bilərsiniz. Hər birinizə inanıram. Hər birinizdən də ayrı-ayrılıqda qürur duyuram. Çünki özünüzün belə çox inamı var ha. Siz belə özünüzə inanırsınızsa, mənə də inandırırsınız. Həm özünüzə, həm də özümə. Daha sonra, neçənci qrupa hazırlaşırsan, bu il heç sınağa getmirsən, gedəndə neçə yazırsan. Bu haqda bu arada bu videomdan girərək daha çox məlumat əldə edə bilərsiniz. Amma burada da deyirəm, mən 3-cü qrupa hazırlaşıram. Əvvəl 2-ci qrupuydum, amma daha sonra riyaziyyatı qavraya bilmədiyimi və coğrafiyadan da çox çətinlik çəkdiyimi görüb 3-cü qrupa hazırlaşıram. Və 10-cu sinifəm. Bu il heç sınağa getmişəmmi? Əsla getməmişəm. Həqiqətən dediyim kimi 10-cu sinifdə zamanın olmur. Yoxdur da onsuz da sınağa getməyə. Prosto aprelin 6-sı getməyi düşünürəm. Güvənə getməyi düşünürəm. İnşallah gedərəm. Deməli, gedəndə neçə yazırsan? Gedəndə demirəm getməmişəm bu il, amma keçən il getmişdim də. Keçən il 9-dan yazmışdım hardasa bir 250 zad yazmışdım. Yaxşı yazmışdım güvənim. 9-un imtahanından. Pis yazmamışdım. Özü ilk imtahanı idi güvənindən 9. Daha sonra sonuncu video, sonuncu yorum şərh. Bu deyəsən sual deyil, sadəcə xahişdir. Salam, qəşəng video çəkmirsən. Allah haqqı qəşəngdir. Can. Bir dənə məktəb vlogu da çəkdə nə olar?
Sənin ilk öncə bax bu xoş sözlərin üçün sənə çox təşəkkür edirəm. Səni çoxlu-çoxlu öpürəm və narahat olma. Zaten kanalımda məktəb vloqu var. Girib oradan baxa bilərsən. Hətta bunu bura qoyuram. Narahat olma yəni. Girib oradan məktəb vloquma baxa bilərsən. Zaten istəsəz, yəni məktəb vloqu içində çəkə bilərəm. Çünki bizim məktəb tam bir şey olur da, yəni necə deyim, Qurtlar Vadisi operasyonu başlamışdırın. Yəni APK versiyonu falandır bizim məktəb. Digər şərhlər var idi ki, məsəl üçün inşallah kanalım böyüyər, çox qəşəng olar falan. Hər o digər xoş söz yazan bütün hamı var. Onların hər birinə o ayrı-ayrılıqda o qədər təşəkkür edirəm ki, mənə o qədər motivasiya verirsiniz, mənə o qədər inandırırsınız ki, özümə, hətta sizin belə bacarığınıza mən inanıram. Niyə eləyə bilməyəsiniz ki, yəni eləyə bilməyəcəyim seçən yoxdur. Mən bunu hər videoda deyirəm, bu videoda deyəcəm ki, eləyə bilməyəcəyimiz heç bir şey yoxdur. Baxın ayağa, bir özünüzə deyin ki, özüvə gəl. Oxur, oxur, otur, oxu dərslərini, ondan sonra da qəşəng get imtahanımı ver, mən danışmağı bacarmıram. Çünki 3 dənə hazırlıqdan gələn insan necə olmalıdır? Hə, yəni belə. Bu arada artıq Ramazan bayramıdır, oruc tutursunuz. Allah oruç tutan hər şəxsin orucunu qəbul eləsin. Hansı yenə məsləhət verməyimi istəsəz, nə haqda istəsəz sual qoyun şərhlərə. Mən burada cavablayacağam inşallah ki. Və bir də ki, çox yaxın bir zamanda izləmədə qalın. Çünki universitet artıq tələbəsi olan, hətta universiteti bitirən bir insanı kanalıma dəvət elədim. Çox yaxın bir zamanda onunla sorğu-sual eləyəcəm. Ona görə bu maraqlandığınız suallardan yazın, o oxusun, sizə cavablasın. Çünki artıq universitet tələbəsindən məndən daha çox yəni məlumata sahibdir. Sizə daha çox kömək edəcək. Öpürəm, özünüzə yaxşı baxın. Sağ olun.